Uşaqlar, aba marketimizə qəşəng spermalı su gətirdim. Soy vurublar və töküblər. Salam değerli dostlar, hər vaxtınız xeyir olsun. Əvvəla bu videoya görə hamıdan üzr istəyirəm, dönə-dönə üzr istəyirəm. Çünki TikTok'a çox adam baxır. TikTok çox platformanı öldürüb. Bu gənc bu qızdır. Bunun ailəsi, anası, atası, nəyi var bunun? Qardaşı, dayısı, əmisi var ümumiyyətlə bunun. Bu nə danışır bu? Bunu mən atıblar. Mən şok keçirdim hamdolsun Allah'a. Girib o marketə. Bu verdiyi hoqqaya bax, orada da. Vallahi mən üzülürüm adeti qurumlara. Ümumiyyətlə, vapşem TikTok'da tək oğlanlar yox, qızlara da bir tədbir görmək lazımdır, belə qızlara. Əxlaqdan kənar olan qızlara da bir tədbir görmək lazımdır mənim fikrimdə. Bu nədir belə? Bu nə danışır bu qız? Bu baş xarabdır bu qızı. Şok keçirmiş, şok. Hara gedir ya bizə? Biabırçılıq deyil.